Sizə desəm ki, aylarla, hətta bir il belə doğanı bişirib saxlaya bilərsiniz. İnanarsınız mənə? Məncə inanmarsınız. Hazırlamayınca bilməyəcəksiniz. Öncə qeyd edirəm ki, ləzzətli dovğa üçün mütləqdir ki, dadlı qatıq seçəsiniz. Mən bizim südün qatıq və xamasından istifadə edirəm. Bütün al marketlərdən ala bilərsiniz. Daha sonra dovğanın içliyi üçün yumurta, un və ən əsası şəkər tozu və xamadan istifadə edirəm. Yaxşı-yaxşı qatışdırıram, qoyuram bir kənara. Daha sonra qatığı qazana əlavə edirəm. Qatığın üzərindən hazırladığım içliyi əlavə edirəm. Hər ikisini bir yerdə tam açılana qədər yaxşı-yaxşı çalmaq lazımdır. Dovğanın rənginin ağappaq olması üçün mütləq göyərtini əvvəlcə doğrayıb sonra yuyuram. Dovğanı bir əl buladıqdan sonra bişmiş düyüsünü əlavə edirəm. Göyərtini də əlavə etdim və salam. Daha sonra elə isti-isti də bankalara yığırsınız. İstəyirsiniz 3 kiloluq olsun, istəyirsiniz belə balaca bankalara yığırsınız. Ağızlarını kip qəşəng bağlayıb soyuducuda saxlayırsınız və salam.